Əziz abituriyentlər, şagirdlər, gəlin belə bir bərabərsizlik sualına baxaq. Burada şərtdə deyilir ki, bərabərsizliyi ödəyən neçə natural ədəd var. Gəlin üst məxrəcdən x-i ortaq vuraq çıxaraq, eləyir x kvadratı üstəgəl 5. Sürəti isə sadələşdirək. Sürət baxıraq ki, uşaqlar kvadrat tənlikdir. Tənliyin kökləri nə olacaq? 9-dur, 1-dir. Hasili 9, cəmi müsbət 10 olan 9, 1 var. Amma dərəcəmiz biraz yüksəkdir. Ona görə biz x kvadratı deməli minus 9, x kvadratı minus 1 şəklində yazırıq. Kiçik bərabərdir 0. Sürəti biraz da sadələşdirək. X minus 3, x plus 3, x minus 1, x plus 1 şəklində yazıram. Deməli, məxrəcdən də x-i çıxarıram. X kvadratı üstəgəl 5, kiçik bərabərdir 0 şəklində yazıram. Bura həmişə müsbətdə, bu hissə mənə lazım deyil. Deməli, 0-a bərabər olan qiymətlərimi tapıram. Nədir? 3, mənfi 3, 1, mənfi 1. Bir də 0. Amma 0 ola bilməz, onu nəzərə alacağıq. Sonra işarələyirəm ədəd oxunda mənfi 3, kiçikdən böyüyə doğru mənfi 1, 0, 1, 3. Sonra nə edirəm? Uşaqlar işarə təyin edirəm. Hər hansı bir yerdən işarə təyin edəndə bizə bəs edir. Məsəl üçün, gəlin 1, 3 arasından bir dənə 2-ni götürək, təyin edək. Deməli, 2 üssü 4, 16 çıxılsın. 2 dənə 2-ni 4, 4-ü 10-a vur 40, üstəgəl 9. Bura nə eləyəcək? 25 mənfi eləyəcək. Bura yazıram mənfi, müsbət, digər tərəfləri deməli, mənfi müsbət kimi gedir. Bura müsbət, bura mənfi, bura müsbət, bura mənfi olur. Deməli, məndə kiçik bərabər 0 deyil. Deməli, mənfi aralıqlara baxacağım. Mənfi sonsuzluq, mənfi 3. Bu tip misallarda sizdən bərabərsizliyin, yəni həllər çoxluğunda istəyə bilər. Birləşmə, mənfi 1, 0. Deməli, burada mənfi 3 daxildir. Mənfi 1 də daxildir. Birləşmə olacaq 1, 3. 1 də daxildir. 3 də daxildir. Bu şəkildə. Yəni, mənfi tərəflərə baxıram. Bura baxıram. Bura baxıram. Bir də bura baxıram. Natural dediyi üçün təbii ki, mən 1, 3 arasında 1-i, 2-ni, 3-ü, hər üçünü götürürəm. Amma ümumiyyətlə, deməli, cavab istəsə, cavab aşağıdakı şəkildə olur. Digər bir bərabərsizlik sualına baxaq. Burada ortaq məxrəcə gətirəcəm. Kök altında x kvadratı minus x qalsın. Eyni kök olduğu üçün bir-birinə vuran zaman üstdəki köküm gedir. Unutdum, yazdım. Deməli, x kvadratı minus x minus 12 olur. Kiçik bərabər